Sual verilir ki, Məscid-ü Dirar nədir və niyə təkfir fikirlərinə düşənlər ölkəmizdəki məscidlərə belə deyirlər? Məscid-ü Dirar o vaxt münafiqlərin tikdiyi məscid idi. Yəni Allah Teala o məscidin sökülməsini əmr edir. Və orada da tikilməsində müəyyən məqsədlər var idi. Allah Teala buyurur ki: "Vəllezîne ittehazû mesciden diraran." Dirar nədir? Zərər. Və kufran, küfür. Və təfriqan beynəl müminin. Möminlər arasında parçalanma yaratmaq. Və irsadan limən haraballaha və rasuləh. Allaha və Rasuluna qarşı müharibə edənlərə müğayət olmaq. Deməli, onlar, münafiqlər tikmişdilər məscidi və Allah Teala xəbər verir ki, onların niyyətləri nə idi? Birincisi, zərər vermək. İkincisi, məqsədləri küfür idi. Üçüncü, bununla istəyirlər ki, müsəlmanları parçalasınlar. Və dördüncü, Allaha və Rasuluna qarşı vuruşanlara müğayət olun, onları orada qorumaq. Amma insanların belə tikilən məscidlərə kimsə tikib nə vaxtsa, yəni hardan bilir ki, onun niyyəti olub? Yəni bunu Allah Teala Peyğəmbər s.ə.v xəbər verdi ki, yəni bunlar bu məqsədlə tikiblər. Görsən məscid 100 ilin əvvəlki məscididir. Deyir ki, Dirar məscididir. Allah islah eləsin.